Bismillahirrahmanirrahim. Ailə İslam nəzərində yalnız dünyəvi bir ocaq deyil, həm də axirət dəyərinə sahib müqəddəs bir nemətdir. İmam Sadiq əleyhissalam buyurur: ailəsinə yaxşı baxan müminin savabı bir illik ibadətdən üstündür. Bu hədis bizə göstərir ki, müminin evində ailəsinə göstərdiyi hər bir diqqət, sevgi ilə danışmaq, ruzisini halal yolla təmin etmək, uşaqlarına qayğı göstərmək, həyat yoldaşına hörmət etmək sadəcə dünyəvi bir məsuliyyət deyil, Allah yanında böyük ibadət sayılır. Niyə? Çünki ailə cəmiyyətin təməlidir. Sağlam və möhkəm ailə sağlam gələcək deməkdir. Ailəsinə yaxşı baxan ata və ana əslində Allahın ən böyük əmanətinə, övlad və ailə bağlarına sahib çıxır. Buna görə də İslam bizə öyrədir ki, ibadət yalnız məsciddə namaz qılmaq, oruç tutmaq deyil, ailənə sevgi ilə xidmət etmək də ibadətdir. Həm də bir illik ibadətdən üstün savablı. Gəlin ailəmizi yalnız dünyəvi bir məsuliyyət kimi yox, axirətimizə açılan bir qapı kimi dəyərləndirək. Çünki ailə bizim cənnət yolumuzdur.